Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına VUF 13 hazırlıq işləri yekun mərhələyə çatır. Forumun əsas tədbirlərinin baş tutacağı stadion ərazisində media nümayəndələri üçün xüsusi media turu təşkil olunub. Tur zamanı jurnalistlər forum məkanından yaradılan media mərkəzi, canlı yayım studiyaları, müsahibə otaqları, mətbuat konfransı zalları və xüsusi sessiya sahələri ilə tanış olublar. Media nümayəndələri əvvəlcə akreditasiya mərkəzinə baş çəkdilər. Bu Fonus Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov məlumatlandırma zamanı bildirdi ki, Bakı Olimpiya Stadionunun dizayn işlərində şəhərsalma ənənələrinə üstünlük verilib və bu forumun keçiriləcəyi ərazi 6 müxtəlif zonaya bölünüb. Ümumi məkanın əməliyyat ərazisi 53 hektardır. Onun 10 hektarı sıx, nəqliyyat, logistikaya ayrılıbdır. 43 hektarında ümumi belə deyək, ziyarətçilər üçün nəzərdə tutulan məkandır. Öncə qeyd etdiyim kimi, məkan tam fərqli bir üsulda tərtib olunubdur. Hardasa bir şəhərcik formatındadır. Bayaq sizlə bir yerdə gəzəndə özünüz görün. Müxtəlif küçələr var, bulvarlar var və tədbirin sessiyalarının daxildə keçməsinə, baş tutasına baxmayaraq, əsasən ziyarətçilər vaxtlarını çöldə keçirdəcəklər. Hər zona özünə məxsus memarlıq və təqdimat üslubu ilə seçilir. Təkcə A zonası 5 küçədən ibarətdir. Hər küçəyə Azərbaycanın müxtəlif şəhərlərinin adı verilib. Ən çox diqqət çəkən məkanlardan biri isə İçərişəhər konsepsiyası əsasında qurulan A zonasıdır. Burada qədim Bakının ruhunu əks etdirən elementlər, milli memarlıq nümunələri və tarixi atmosfer xüsusi dizaynla təqdim olunubdur. Bu fon üçün keçiriləcək məkanlardan biri olan Ekspo mərkəzdə isə bu günə kimi 41 ölkənin pavilyonu inşa edilib və bu proses davam etdirilir. Eksponun bugünkü gündə artıq 41 ölkə öz pavilyonunun inşasını davam edir və 41 ölkənin əlavə yerli, şəhərli və bələdiyyələr də iştirak edir. Onların da sayı 14. Bəli, həm şəhər salma, həm ekoloji, həm yeni bir innovasiyalar, o sahədə həm fondlar iştirak edir, burada öncə qeyd etdiyim kimi. Forum günlərində media nümayəndələrinin fasiləsiz fəaliyyəti üçün yüksək sürətli internet, montaj otaqları, xüsusi iş masaları və yayım avadanlıqları istifadə veriləcək. Jurnalistlərə məlumat verilib ki, forum zamanı gündə təxminən 300-ə qədər paralel sessiya, görüş və tədbirin keçirilməsi planlaşdırılır. Bura fonu çərçivəsində medianın fəaliyyət göstərəcəyi əsas ərazilərdən biridir. Məhz bu ünvanda yerli və xarici media nümayəndələri forumla bağlı ən son məlumatları, qəbul olunan qərarları və panel müzakirələrini operativ şəkildə bir həftə ərzində məhz bu məkandan dünya ictimaiyyətinə çatdıracaqlar. Forumda iştirak etmək üçün bu günə kimi 180 ölkədən 32 mindən çox iştirakçı, 1000-dən çox media nümayəndəsi qeydiyyatdan keçib. Onlardan təqribən 200-ü xarici media təmsilçisidir. BMT-nin məhsullaşma proqramı tərəfindən təşkil olunan Ümumdünya Şəhərsalma Forumu urbanizasiya sayəsində ən nüfuzlu beynəlxalq platformalardan hesab olunur. Bakıda keçiriləcək bu fond isə Azərbaycanın ev sahibliyi etdiyi ən böyük beynəlxalq şəhərsalma tədbirlərindən biri olacaq. Rəşad Vəkiloğlu, Nadir Cəllov, Space xəbər.